Bəzi şagirdlər bugün 15 fevral tarixində OTK-nın və Müstəqil Qiymətləndirmə Mərkəzinin birgə təşkil etdiyi sınav imtahanının 10-cu siniflər üçün olan ədəbiyyat suallarına baxırıq. Amma məsləhətdir ki, 11-ci siniflərdə baxsın. Kanalımıza abunə olmağı, bəyənməyi də ki, unutmursunuz uşaqlar. Bunu eləyən hər kəsə imtahanlarda uğurlar arzulayıram. Onların önündə şans qapısı taybatay açılsın deyək. Və görürsünüz, yanında da sürət qrupumuz artıq qeydiyyatı başlayıb blok üçün. Ona da qoşula bilərsiniz. Xüsusən 11-ci sinif şagirdləri üçündür. Həqiqətən də çox möhtəşəm qruplardır, sürət qrupları, sürətli təkrar və əgər başqalarından biraz daha üstün olmaq istəyirsinizsə, bu qruplar sizi gözləyir. Belə, ədəbiyyat suallarına baxaq. Deyir ki, verilən statın aid olduğu obraz haqqında doğru hesab edilə bilməz. Deyirsiniz ki, Koroğlunun nə qədər igidliyi varsa, onun tən yarısı Qıratdır. Onun yarısını mən gətirəcəyim. Bunu Həmzə deyir. Bu sözləri söyləyən obraz dastanda öz qəhrəmanlığı ilə seçilir. Bunu demək olarmı? Yox, yanlışdır. Deməli, elə cavab variantı. Bu obraz anlamaq, ona dəyər vermək bəzən çətin olur. Bu doğru fikirdir Həmzə haqqında. Bəzən Koroğluya özündən razı halda ağıl, məsləhət də verir. Bunu bilə bilərik. Orada Toqatda belə bir şeylər eləyirdi. Bir at nədir ki, onun üçün də bu qədər yalvarıb yaxarırsan sözləri ona məxsusdur. Bəli, dəyirmanda demişdik. Xaraktercə ziddiyyətlidir. Bəli. A variantı qəhrəmanlıq demək olmaz axı Həmzənin elədiyinə. Şeirdə altına xətt çəkilmiş söz hansı bədii təsvir vasitəsidir? Təbrizim, Təbrizim, gözəl Təbrizim. Bunu Təbrizdəkiləri nəzərdə tutduğu üçün metonimiya deyəcəyik. Sonra deyir ki, məni candan usandır qəzəlinin hansı beytindəki fikirdə sufizm düşüncəsi işığında Allah nəzərdə tutulmuşdur. Degildim mən sənə mail, sən etdin əqlimi zail. Mənə təni eyləyən qafil, səni görəcək utanmazmı? Şəb hiccan yanar canım, tökər qan çeşmi giryanım, oyadar xalqı axvanım, qarabəxtim oyanmazmı? Qəm öpüm tutardım mən, dedilər yarə qıl rövşən, desəm ol bir vəfa bilməm, inanarmı, inanmazmı? Füzuli ründü şeydadır, həmişə xalqa rüsvadır, sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı? Qamı bimarına canan, dəva edər ehsan, ne üçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Baxın, sufizm düşüncəsi işığında Allah nəzərdə tutulmuşdur. Bəli, deyir ki, qamı bimarına canan, dəva edər ehsan, yəni hamının xəstəliyinə dərman eləyən Allah, belə deyək, canan, nə üçün qılmaz mənə dərman? Məni bimar sanmazmı? Bunu real düşünə bilmərik uşaqlar, ilahi düşünəcəyik. Çünki belə deyək də, bir insanın sevgilisi üçün deyə bilməz ki, realdakı hamının dərdinə çarə eləyir, hamını sevir. Amma mənə dərman eləmir. Elə bir şey düzgün deyir. Ona görə də burada Allahı nəzərdə tutur ki, deyir, hamının dərdinə çarə tapır, hamını sevir. Amma məni bimar sanmırmı, məni xəstə bilmirmi, mənə niyə çarə eləmir? Deməli, variantı olacaq burada. Növbəti sual. Deməli, maarifçi realizm dövrünə aid deyil. Təbii ki, Sahib Təbrizi deyil. Sahib Təbrizi bu dövrə aid deyil. Yeni dövr, birinci mərhələ nə deyirlər? 17-18-ci əsrlər. 16 deyək də, 16-da Sahib Təbrizi. Yəni, realizm dövründədir. Hikmətin fəziləti əsəri haqqında verilənlərdən hansı doğrudur? Qoca üzüyü ona verdiyi üçün şaha təzim edir. Qoca üzüyü ona verdiyi üçün şah ona təzim edir. Bu yanlışdır. Əsərdə yalnız bir müdrik insana rast gəlinir. Bunu da demək olmaz. Həm şah, həm qoca hər ikisi müdrikdir. Ən xeyirli olan nədir sualına qoca hünər cavabını verir. Hünər cavabını verir. Elə budur cavabımız. Çünki qoca deməli, ən xeyirli nədir sualın cavabını hünər verir. Ən yaxşı nədir? Yaxşılığın özüdür deyir. Bir də ən lazım olan nədir? O da həqiqət demişdir. Şah sonunda müdrik qocaya qiymətli hədiyyələr belə bir şey eləmədi, vəzir elədi. Bütün suallara ilk olaraq müdrik qoca cavab verir. İlk olaraq yox, son olaraq. Parça dəhnamə əsərinin süjetinin hansı mərhələsinə aiddir? Yar zülfü təki günüm qarardı, yar ağzı kimi yerim darardı. Bu da ekspozisiya hissəsindəndir. Çünki yarın
yarını yuxuda gördüyü vaxta aiddir. Əsərin hələ düyün nöqtəsidir. Daha doğrusu düyün yox, hələ ilk, yəni ekspozisiya deyək də, giriş. Kulminasiya zirvə nöqtəsidir, finala aid deyil. Zavyaska. Bircə dəqiqə bağışlayın uşaqlar, bağışlayın. Bu sualın cavabı zavyaska olacaq. Düyün nöqtəsidir demək istəmişəm. Ekspozisiya yox, zavyaska. Zavyaskadır. Deməli, düyün nöqtəsidir. Artıq yarı yuxuda görür və problemlər başlayır. Deyir, yar zülfü kimi yerim darardı. Yar zülfü kimi təki günüm qarardı. Yar ağzı kimi yerim darardı. Sonra deyir, qanlar yuduram yüzündən ayrı. Bimar tənəm gözündən ayrı. Belə bir şey deyir. Zavyaska. Deməli belə, növbəti sualımız nədir? Koroğlu dastanından verilmiş nümunələri aid olduğu qola uyğun düzün. Pünhanı sövdəgər qardaş, aparırlar Pünhan məni. Bunu Koroğlunu aparanda, Bolu bəy aparanda deyirlər. Bu, deməli, birə, anı bura yazacağıq, tamam. Mən özüm Aslan Paşanı hərəniz bir xan üstünə. Aslan Paşa haradaydı? Təbii ki, Durna telində, bunu da yazacağıq bura. Qoy düşmən bilsin mən kiməm? Ballıcaya səfərim var. Ballıcaya da deməli Düratın itəndə gedirdi. ABC. 1-ə A, 2-ə B, 3-ə C. ABC C variantı. Xüsusiyyətlər hansı sənətkarı səciyyələndirir? İnsan-ı kamil deyirsə, elə bir dənə o sözdən tutmalıyıq ki, söhbət mənəm, mən, nə bilim, Ənəl-Həq Nəsimidən gedir. Erkən yeni dövr ilə bağlı yanlış fikirdir. Erkən yeni dövr 17-18-ci əsrləri deməli nəzərə tutur. Baxırıq, qəzəl aparıcı janr olduğu üçün dövrün mühüm ictimai hadisələri daha çox bu janrda yazılırdı. Ümumiyyətlə, qəzəl o dövrdə deyil, daxı orta dövrdə idi. Elə yanlış budur. Burada qoşma aparıcı idi. Hələ klassik janrda da müxəmməslər. Bu yüzilliklər dastan yaradıcılığının qızıl dövrü sayılır, doğrudur. Hecə vəzniyə yanaşı əruz vəznində əsərli yazılır. Koroğlu dastanı bu dövrə aiddir, doğru fikirdir. Sonra yazılı ədəbiyyatda ənənəçilik və müşahidə edilirdi. Ənənəçilik və novatorluq var idi, bəli, doğru fikirdir. A variantı. Füzuli yaradıcılığına aid edilə bilməz. Nəsrlə, nəzmlə yazılmış əsərlər var. Divan ədəbiyyatında ilk dəfə hecə vəznini gətirmişdir. Hecə vəznini ümumiyyətlə Füzuli yazmayıb. Cavab elə B variantıdır. Digər variantlar doğrudur, çox da ləngiməyək. 71-ci sualımıza baxaq. Biri Uruzun dilindən deyilmir. Atanın oğul üçün ölməsi eyibdir. Deməli, bu var, aiddir, deyilmir deyir. Hünəri oğul atadan mı görər, öyrənər, yoxsa atalar oğuldan mı? Bunu da deyir. Sənə ağac deyirəmsə, öyünmə ağac deyir. Ata oğul qazanar ad üçün, oğul da qılınc qurşanar ata qeyrəti üçün. Bu da var idi onun dilində. Yerli uca dağın yıxılmasın, kölgəli iri ağacın kəsilməsin deyən Dədə Qorqud idi. Bu ona aid deyil. 72-ci suala baxaq. Yanlış fikri seçin deyir. Kəhər at nalı neynər? Ağ buxaq xalı neynər? Yarı göyçək olanlar dünyada malı neynər? Deməli, yanlışı deyir. Bölgü bütöv söz prinsipinə əsaslanır, doğrudur. Kəhər at nalı neylər? Ağ buxaq nalı neylər? Xalı neylər? Yarı görcək olanlar, yarı göyçək olanları bağışlayın. Yarı göyçək olanlar dünyada malı neylər? Yarı göyçək olanlar dünyada malı neylər? İndi bütöv söz prinsipi bu var. Tam qafiyədən istifadə olunmuşdu mu? Xalı, nalı, malı. Bəli, buna tam qafiyə demək olar. Bayatı şəklindədir, doğrudur. Qafiyə quruluşu rübai ilə onsuz da eyni olur. Rübai, tuyuq, bayatı eyni olur. Bütün misralar 3-4-dür, yanlışdır. Axırıncı misraya baxın uşaqlar. Axırıncı misra dünyada, yox, axırıncı misra yox, 3-cü misra. Yarı göyçək olanlar, bu 4-3-dür. Bütün misralar demək olmaz, Y variantı.
Nöqtələrin yerinə yazılmalıdır. Deyir ki, əvəzinə bəzən mükalimə terminindən də istifadə olunur. Dialoqdur da bu. Mükalimə dialoq deməkdir. Deməli belə. Dastanlardan biri Tanrı Qaraxan obrazı yaradılıb. Bu da yaradılış dastanındadır. Xırda-xırda çəpişlər otların başını dişlər, gedər yaylağa gəzər, gələr aranda qışlar. Aha. Lirik növdə nəzmlədir. Bu sualda cavab elə A variantıdır. Digər variantlar hamısı yanlışdır. Sonra Sığmazam qəzəlindən verilən beytdə doğru fikirləri seçin. Gənc nihan mənəm mənuş, eyni əyam mənəm mənuş, gövhər ikan mənəm mənuş, bəhrə vikanə sığmazam. Bütöv söz prinsipi pozulmamışdır deyir. Bu yanlışdır, çünki əruzda bütöv söz prinsipi olmur. Beytdə təkrirdən istifadə edilmişdir. Bəli, görürsünüz, təkrirlər var. Mənəm mənuş, falan. Elə cavab B variantı olacaq. Şair axıcı ruh bağışladığını, burada belə bir şey yoxdur. Başqa beytdədir o. Özünü günəşə bərabər gənc nihan mənəm mənuş. Bu da günəşə bərabər tutmur. Belə bir şey yoxdur burada. Beytdə ustadı nəyimi tərənnüm edilmişdir. Belə bir şey də görmədik. Elə təkrirdən istifadə edilmişdir. Bunu deyə bilərik. Mənlərin təkrirlərini görürsünüz. Deməli, yanlış fikri deyir. İndi özün fikirləş gör. Dünya xanımın halı necə olar? Yazıq elə olmuşdu ki, elə bil payız yarpağıdır. Elə bir küləyə bəndidir ki, qırılıb düşsün. Amma ki, yazıq nə eləsin? Nəzm və nəslin növbələşdiyi janr nümunəsidir, yəni dastandır, düzdür. Koroğlu ilə Bolu bəydəndir, düzdür. Qolun ekspozisiya hissəsinə aiddir. Ekspozisiya lap başa xeyr, bu ekspozisiya deyil. Nümunədə təsvirə yer verilmişdim. Bəli, onsuz da epik növdədir, təsvirdir. Altından xətt çəkilmiş hissədə təşbih işlənmişdir. Payız yarpağıdır, ona da bənzətmə var, doğrudur. Deməli, C variantı ekspozisiya deyil. Uruzun dustaq olduğu boyun məzmunu ilə bağlı doğru fikri seçin. Əsrlikdə kafirlər Uruzu qaranlıq zindanda tək başına saxlayırdılar. Doğru fikir deyir. Uruzun dustaq olduğu. Xeyr, bu deməli ayaq altına sərmişdilər də, qapının ağzına belə bir şey eləmişdilər. Kafirlər Dərbənddə Qazan xanın oyun sürüsünə hücum edirlər. Xeyr, bu da yanlışdır. Bu da Qazan xan evinin yağmalandığı boya aiddir. Boyda mübaliğələrə geniş yer verilmişdir. Bu onsuz da boyların çoxunda var. Deməli, epik təhkiyə lirik tərənnümü üstələyir. Məzmunu ilə bağlı. Bu məzmun deyil, formadır. Baxaq görək. Mübaliğələrə yer verilmə də əslində formadır. Bu boyda kafirin bayrağını Burla xatun qılınclayır. Bax, bunu götürəcəyik sonda. Məzmunla bağlı fikir budur. Mübaliğələrə yer verilmək və təhkiyənin tərənnüm üstələməsi əslində var, amma forma xüsusiyyətidir o. Məzmununa aid doğru fikir deyir. O da Y variantı. Deməli belə. Dəhnamə əsərinin məzmunu ilə bağlı yanlış fikir müəyyənləşdirin. Əruz vəzninin Həzəc bəhrində yazılan poemada bədii təsvir vasitələrinə rast gəlinmir. Elə şey ola bilər sizcə? Əsərdə bədii təsvir vasitəsi olmuyor. Elə əsər olmaz o. Süjet xətti aşiqin əhvalı hissəsi ilə başlayır. Bunu deyə bilərik. Poemada bircə dəqiqə, yenə məzmun məsələsidir. Məzmunlar adamı çaşdırır. Deməli, rast gəlinmir deyir. Bu yanlışdır. Amma məzmunla bağlı deyil. Bunu götürməyəcəyik. Əsərin süjet xətti aşiqin əhvalı hissəsi ilə başlayır. Bu da forma xüsusiyyətidir. Poemada məşuqənin və aşiqin xarici görünüşü hər tərəfli təsvir edilmişdir. Aşiqin xarici görünüşünün təsviri yoxdur. Əsərdə eşqin əzab əziyyətindən nalə edən aşiqin şikayəti əks olunmuşdur. Eşqin əzab əziyyətindən nalə edən aşiqin şikayəti ola bilər əslində. Bu doğru fikirdir. Çünki əsərdə bizə yanlışı deyib, məzmunla bağlı özdə bu. Aşiq vüzala çatmaq üçün səba, ahuş gözyaşının köməyindən istifadə edir. Vüzala çatmaq, ahuş gözyaşının köməyindən. Bu da doğru fikirdir. Deməli, burada C-ni götürəcəyik uşaqlar. Baxın, C variantını. Niyə? Çünki
Baxın dedim, məşuqənin xarici gözəlliyinin təsviri var. Aşiqin daxili aləminin təsviri var. Ona görə də burada biraz da diqqətli olun. Plus minuslar sizi çaşdırmasın. Baxın, 1 ilə A ilə B-nin niyə çıxdıq? Onlar formadır. D ilə Y məzmuna bağlı düzlərdir. C də məzmuna bağlı səhvdir. Qazan xan obrazına aid deməli, düzgün fikirləri müəyyənləşdirin. 7 başlı əjdahanı öldürmüşdü. Bu doğrudur. Qaraca çobana bəylik verir. Yalan deyir bunu. Kafirlərdən bunu vəd vermişdilər. 3 qorxunc heyvanı qılıncdan keçirir. Bu da yanlış fikirdir. Bu Qanturalı idi. Yurdunu, el obasını dərin məhəbbətlə sevən mahir sərkərdədir. Bunu deyə bilərik onun haqqında. Biri də demişdik. Tarixi şəxsiyyətdirmi? Tarixi şəxsiyyət olduğunu demək olmaz. Deməli, C variantı. Xətainin yaradıcılığına bağlı doğru fikri müəyyən edin. Şeirlərində yalnız real eşqi tərənnüm edir. Yanlışdır, ilahi eşq var. Əsərləri əsasən fars dilindədir. Bu da Azərbaycan dilindədir. İlk ana dilli poeziyanın müəllifidir. Bəli. Baxın, ilk ana dilli yox, bağışlayın. Heca vəzinli ana dilli yox. İlk ana dilli poeziya, məsələn, Dastan Əhməd Hərami filandır. Deməli, Nəsihətnamə məsnəvisində Şiə qızılbaşlığın ideyası əks olunub. Bunu deyə bilərik, doğru fikirdir. Nəsr əsərləri var, nəsr əsəri yoxdur. Deməli, D variantı. Heca vəzinli şeirləri də bu gətirib də yazılı ədəbiyyata. Deməli, Koroğlu ilə Bolu bəy qolunda Koroğlu quyuda olarkən onu qurtarmağa gəlmə ehtimalı olan igidlər arasında hansı igidin adı çəkilmir? Ehtimalı olan. Deməli, bu axırda Dünya xanımın ki, Koroğludan soruşur ki, kim gələcək? Bax, onda şeirdə dediyi hissədədir. İsabalın adını çəkir, Dəli Həsənin adını çəkir, Dəmirçioğlunun adını çəkir, Eyvazın adını çəkir. Bəlli Əhməd yoxdur orada. Növbəti sualımıza baxaq. 83-cü sualda deyir ki, 83, Hayf ki yoxdur qoşmasında bəhs olunmur. Nədən? Nədən? El gözəlinə məhəbbətdən. Bu yoxdur. Bu yoxdur. İbrahim xanın saraya qayıtmaq arzusundan. Belə bir arzusu da yox idi. Kür qırağının kasıb yaşayışı var. Kür qırağındakı gözəl, sadə xanımlardan var. Bəzəksiz, düzəksiz xanımlardan. Deməli, 1-2. Məsnəvi formasında qafiyələnmişdir. Məsnəvi formasında qafiyələnmişdir hansı əsərlər? Hikmətin fəziləti, bunu deyə bilərik. Sığmazam qəzəldir. Gənclərə nəsihəti deyə bilərik. Söz qəzəldir. Sultan Səncəri deyə bilərik. Bu da hekayə olsa da məsnəvi formasındadır. 1, 3 və 5. 85-də Vaqif pəri qoşması ilə bağlı uyğunluğu deyir. Rədif əsasında adlandırılmışdımı? Pəri, bəli, doğrudur. Pərinin xarici görünüşünə yer verilmişdir. Bəli, bu doğrudur, amma yanlış yazıb. Elə başlayan kimi deyir, boyun sürahidir, bədənin bürülür, gərdənin çəkilmiş binadan pəri. Sonra Möhürbənddə pəri yer üzünün qibləgahı adlandırılır. Günəş təki hər çıxanda səhərdən, alırsan Vaqifin əqlini sərdən. Duaçınam, salma məni nəzərdən, əskik olmayasan sənadan pəri. Belə bir şey yoxdur, yanlışdır, amma qabağına doğru yazıb, bu da uyğun deyil. Deməli, müəllif gözəli, bəzək düzəkli görmək istəyir. Deməli, ənliyi Kirşanın neylər camalın deyir. Bu yanlışdır. Yanlışa yanlış verdiyi üçün doğru götürəcəyik. Yəni, yanlış fikirdir bu. Qafiyə quruluşu gəraylıdan fərqlənir. Fərqlənmir axı, gəraylı ilə qoşma eynidir. Yanlış fikirdir, qabağına doğru verib. Bunu da götürə. Yanlış fikirdir, qabağına doğru yazıb. Demək, bu da səhvdir. Bizə nə lazım idi? Uyğun fikirlər. Rədif əsasında adlandırılması doğrudur. Sonra bir də müəllif gözəli, bəzəkli, düzəkli görmək istəyir. Yanlışa yanlış verib. 1 ilə 4-ü götürəcəyik uşaqlar. O birlərə bir də baxaq. Pərinin xarici görünüşünə yer verilmişdimi? Əlbəttə verilib, amma qabağına yanlış yazıb, doğru yazmalıydı. Sonra pəri yer üzünün qibləgahı adlandırılır. Əslində səhvdir, qabağına doğru yazıb. Bunu da götürməyəcəyik. Qafiyə quruluşu gəraylıdan fərqlənir. Yanlışdır, qabağına doğru yazıb. 1-4.
Belə suallar biraz çaşdırıcı olur, ona görə təzədən oxudum. 86-ya baxaq. Hansı xüsusiyyətlər Sultan Səncər və qarı ilə Hikmətin fəziləti üçün ortaq sayıla bilər? Məsnəvi formasındadır ikisi də, bunu da deyə bilərik. Sonda müəllifin təxəllüsü verilir. Bu doğru fikirdir, sonda təxəllüsün verilməsi. Çünki Nizamidə deyir ki, çox danışdın, qalx yetər bu şairlik ilhamı, qana dönmüş qəlbinə qan qoymuşdu Nizami. O bir əsərdə də deməli Hikmətin fəzilətində də əslində sonda təxəllüs işlədir. Belədir də, ey Qüdsə Hikmətdən varsa xəbərin, yaxşı adamlardan olsun nəzərin, belə yaxşı adamlarda olsun nəzərin. Hə, nəsə ki, belə bir şeydir. Bu doğrudur. Mənzum hekayə janrındadır. İkisinə də demək olar. Bu doğru fikirdir. Hadisələrin mərkəzində ədalətli şah obrazı durur. Ədalətli şah obrazı. Əslində şahın ədaləti yox, Hikmətin fəzilətində var belə bir şey. Əslində mərkəzində durur, belə bunu demək olar. Çünki Sultan Səncər qarıda da müəllifin istədiyi ədalətli şah olmaqdır. Düzdür, Sultan Səncər ədalətsizdir. Bunu bilmirəm indi. Mərkəzində durur nə demək istəyir? Yəni şairin görmək istədiyini mi demək istəyir? Qoy bir dənə axıra kimi baxaq. Müdrik vəzir şahın əmrlərini yerinə yetirir. Əmrlərini, belə bir şey yoxdur. Sonda şah peşmançılığını dilə gətirir, belə bir şey də yoxdur. Elə məncə burada mərkəzində ədalətli şah problemi məsələsi durur. Bax, bunu götürə bilərik. Düzdür, Sultan Səncərdə ədalətli deyildi, bax ona diqqət. Amma şairin görmək istədiyi ədalətli şah məsələsi durur da. 1, 2, 3. Mən belə götürürəm, ola bilər 1, 2 də çıxar. Deməli, metafor, təkrir, təşbih. Burada bir qərib ölmüş, göy kişnər, bulud ağlar. Bu metafordur. Göyün kişnəməsi, buludun ağlaması. Yazın laləsidir al yanaqların. Bu təşbihdir, laləyə bənzətmə var. Günəş yardı buludları, salamladı göy otları. Günəşin salamlaması metafor, bunu da bura yazacağıq. Sizlərdəki ülfət, sonu vəhşət, sizlərdəki şəfqət, sonu nifrət. Sizlərdəki təkrir deyə bilərik, bunu yazaq bura. Tovuz kimi şux dayanıb durubsan, ala gözə siyah sürmə vurubsan. Tovuz kimi dayanmısan. Bu da təşbih. Bunu da bura yazaq. A, C, D, B-yi. Situasiyalara da baxaq. Deməli, sualda deyir ki, Koroğlu dastanının hansı qolları ilə ortaq məqamlar var? Məsələn, buna deyə bilərik ki, Həmzənin qıratı qaçırmasında qıratın dalınca özü tək getməsi məqamı var. Və yaxud da deyə bilərik ki, elə qıratın qaçırmasında qarının evində qalır, onun tək məqamı var. Sonra bir də Durnat elində, Durnat elini yox, Düratın itməyində deməli, Qaraxanın mehtərini Çənlibeldə saxlayır, özü gedib gələnə kimi. Deməli, bu məqam da var. Ola bilər başqa məqamlar da taparsınız, yazarsınız. Farsıda Koroğluya aid özünü göstərən iki xüsusiyyət yazın. Mərddir, qoçaqdır, nə bilim, igiddir. Sonra burada deyir ki, belə bir xüsusiyyəti var idi. Gələn adamı, xəbər gətirən adamı özü gedib gəlincə zincirləyərdi. Məsələn, onu yaza bilərsiniz. Belə bir şey. Axırıncı sualda da deyir ki, altından xətt çəkilmişdirmədə işlənən bədii təsvir vasitəsini müəyyənləşdirin. Koroğluyu tapıb Nigarın naməsini verdi ona. İnversiya var da, inversiya. Görürsünüz, söz sırasını poz verdi ona. İnversiyanı müəyyən edirsən, yazırsan. Bu qədər uşaqlar, uğurlar hər birinizə.